Hər vaxtınız xeyir olsun, hörmətli Şəhidim TV izləyiciləri. İlk öncə sizin hamınızı bir olan Allahın adıyla salamlayırıq. Bu günlərin biz Sabah rayonunda İlkokul Salih liseyindəyik və burada Birinci Vətən Müharibəsinin qəhrəman döyüşçü, kəşfiyyatçı Şəhid Bahadur Zəhrimanoğlu Quliyevin bu günlərin mövzududur, cənnətli dəyişmin mövzududur. Biz Şəhidin TV kollektivi olaraq və Azərbaycan Respublikasının şəhid ailələri, əlilləri və müharibə veteranları müdafiəsi İctimai Birliyinin sədr Tahir Məmmədov adından biz Bahadur qardaşımızın cənnətli dəyişmin mövzudunu təbrik edir və onun valideynlərinə, doğmalarına Allahdan səbr edirik. O bugünkü tədbirin təşkilatçısı Raziyə Kamilqızıdır. İstərdik Raziyə Kamilqızı ilə özü bu tədbir barəsində izləyicilərimizə məlumat verir. Buyurun Raziyə. Öncə hər kəsi salamlayıram. İlk qəhrəmanların xatirəsinə ehtiramla yad edərək, bunların xatirəsinə ehtiram əlaməti olaraq bugün şəhid kəşfiyyatçı Bahadur Quliyev Zəhrimanoğlunun mövlud günüdür. Ona görə biz bugün Səbail rayonunda 49 saylı məktəb liseydə onun adına tədbir hazırlanıb, bu tədbirin hazırlanıb əlsiyə gəlməsində mənə göstərdiyi dəstəyə görə, bizə göstərdiyi dəstəyə görə Səbail rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikasının şəhid ailələri, əlillərin, müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin bütün kollektivinə başta Tahir müəllim olmaqla Ramin Şirinova öz təşəkkürümü bildirirəm. Biz də Bahadur qardaşımızın timsalında Allah təala bütün şəhidlərimizin məkanı cənnət, məqamlarımız olmasını Allahdan razı buyurur. Şəhidlərimiz heç vaxt ölmür, şəhidlər ölməz, vətən ölməz. Ona görə də heç vaxt biz şəhidlərimizə rəhmət yox, şəhidlərimizdən salam olsun deyirik. Qonaqlarımız, dəyərli şəhid ailələrimiz, çox dəyərli məktəblilərimiz, əziz qonaqlarımız, bugün igid qəhrəman oğullardan birinin adını daşıyan 49 nömrəli məktəb lisey Şəhid Rafail Hüseynov adına Səbail rayonunda məktəbdə toplaşmışıq. İgid qəhrəman oğullarımızın xatirəsini yad etmək üçün oğullardan biri də kəşfiyyatçı şəhid Bahadur Zəhrimanoğlu Quliyevdir. İlk öncə Azərbaycan Respublikasının dövlət himni səsləndirilir.
igid oğul ve kızlarımızın karşısında bir de geçtik ve yad edelim. Allah size mekanın cennet eləsin. Biz igid qəhrəman oğullarımızdan biri olan doğma Qarabağda doğulub dünyaya göz açan bir qəhrəman oğulun işığına yığışmışıq. O oğul ki, vətən üçün, torpaq üçün ölümün gözünə ölümsüz baxaraq bir qəhrəmana çevrildi. Vətən torpaqları uğrunda canını fəda etdi. Bahadur Sehrimanoğlu Quliyev. Ruhu her zaman azad Qarabağın səmalarında rahatlıkla pərvaz edir. Çünkü 44 günlük vətən müharibəsində antiterror tədbirləri zamanı igid bahadurların qisası alındı. Bugün doğma Qarabağımız azaddır. Ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa olundu. Bunun için biz Ali Baş Komandana, rəşadətli ordumuza və igid qəhrəman şəhid oğullarımıza, müharibə veteranlarına, qazilərimizə, oğul qızlarımıza hər birinə sonsuz təşəkkür və ehtiramımızı bildiririk. Bugün işığına yığışdığımız Bahadur Quliyevin anası müəyyən səbəblərdən burada ola bilməsə də, yəni səhhəti ilə bağlı, amma anamızı əvəz edən burada analarımız var. Mən onların hər birinə təşəkkür edirəm ki, bugün Arifə xanımı tək qoymadılar, ona ana, bacı oldular. İndi isə istəyirəm ki, igid qəhrəman oğlumuzun xatirəsinə həsr olmuş qısa bir video şarkı izləyək. Zirvəsində dayanır. Onların hər biri bir dastan, bir qəhrəmanlıq səhifəsidir. Müharibə ağır bir imtahandır. Hər torpağın, həm insanın sınandığı bir yoldur. Amma bu yolda vətən sevgisi hər qorxudan, hər ağrıdan güclü olur. Şəhidlərimiz məhz bu sevginin ən ali nümunəsidir. Onlar həyatlarını itirmədilər. Əksinə vətənə əbədi həyat qazandırdılar. Bugün azad nəfəs alırıqsa, bunu o igidlərin qanı, cəsarəti və fədakarlığı sayəsində yaşayırıq. Onların adları unudulmur. Çünki hər daşda, hər bayraqda, hər ürək döyüntüsündə yaşayırlar. Şəhid babaların azadlığı uğrunda canından keçən igidlərimizin hər biri xalqımızın yoldaşında əbədi yaşayır. Bunlardan biri də Ağdam torpağının getirilməsi, mərdliyi və cəsarəti ilə seçilən kəşfiyyatçı Bahadur Sehrimanoğlu Quliyevdir. Bahadur bugün 25 may 1974-cü ildə Ağdam rayonunun Gülahlı kəndində dünyaya göz açmışdır. Uşaqlıq və yeniyetməli illərinin doğan kəndində keçirən Bahadur, bilim olarına orta məşəqi təhsil almış, müəllimlərinin və sinirdaşlarının yoldaşında tərbiyədə zəhmətkeş və vətənlərdə bir gənclik almışdır. Hələ məktəb illərində ona vətənə bağlı, torpağa sevgisi özünü açıq şəkildə göstərirdi. Orta məktəbi bitirdikdən sonra ailesi ilə birlikdə Rusiyanın Volqoqdan vilayətini keçən Bahadurun həyatı burada davam etsə də, onun ürəyi daim doğma Azərbaycanla duyurdu. Qarabağda Avropalı müharibə doğma topluluqların işğalı və xüsusilə də iki qardaşının döyüşlərdə iştirak etməsi onu bir cana qoya bilmədi. Vətən çağırışı Bahadur üçün hər şeydən üstün oldu və o tərəddüd etmədən Azərbaycana qayıdaraq zərbəyə yollandı. Bahadur Quliyev vətən çağırışına səs verdi. Bahadur Quliyev İsrail hərbi hissədə xidmətə başlayaraq qısa zamanda özünü cəsur və peşəkar döyüşçü kimi göstərdi. O kəşfiyyatı kimi ən təhlükəli və məsuliyyətli tapşırıqları yerinə yetirirdi. Ağdam şəhəri və ətraf kəndləri Ağdam, Külahlı, Baxmalı, Çıraqlı, Gülüncə, Novruzlu, Məzəri, Qərban, Çosalar istiqamətli gedən döyüşlərdə onun xüsusi rolu olmuşdur. Düşmən arxasından keçərək məlumat toplamaq, döyüş yoldaşlarına yol atmaq və əməliyyatlarının uğruna nəticələnməsinə töhfə vermək onun gündəlik fəaliyyətinə çevrilmişdir. Kəşfiyyatçı Bahadurun döyüş yolu həm çətin, həm də şərəfli olmuşdur. O hər zaman ön xəttə təhlükəli nöqtələrdə xidmət etmişdir. Döyüş yoldaşları onda etibarlı, silahdaş, komandirləri isə məsuliyyətli və intizamlı əsgər kimi xatırlayır. 1995-ci il 17 aprel tarixi Bahadur Quliyevin həyatında sonlaşan şərəfli gün oldu. Başqəribə kəndi uğrunda gedən ağır döyüşlər zamanı ona verilən təcrübə tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid oldu. O son nəfəsinə qədər vətəninə sədaqət göstərdi və müqəddəs torpaq uğrunda canını fəda etdi. Onun vəhşi döyüş bölgəsindən xanın ləqəbli komandiri kəşfiyyatçı Səyyid Əhmədov çıxararaq Ağdam cəbhəyə çatdırdı. 18 aprel 1995-ci ildə Bahadur Sehrimanoğlu Quliyev doğma Ağdam rayonu Fırdıqistan kəndində qəbristanlığında torpağa tapşırıldı. Bu məzən yalnız bir insanın deyil, bir qəhrəmanın, bir vətən oğlunun əbədi istirahət yerinə çevrildi. Bugün Bahadur Quliyevin uğrunda canından keçdiyi torpaqlar
tanınmalı, qəhrəmanlıqları gələcək nəsillərə örnək kimi çatdırılmalıdır. Rahat uyu, igid ol, uğrunda can verdiyin torpaq artıq azaddır və sənin qəhrəmanlığın heç zaman unudulmayacaq. Müəllif Raziyə Kamil qızı. Xatirəsinə həsr olunmuş səhnəcik göstəriləcək və onun yaradıcı heyəti, gənc aktyorlarımız buradadır. O uşaqlarımız da, o oğullar da çalışdılar ki, Bahaduru bir anlıqda, Bahadurun ailəsini canlandırıb sizlərlə tanış eləsinlər. Deməli, Ədəbi Tədbirlər Qrupunun bütün kollektivini dəvət edirəm. Buyurun. Poladağa mən. Bugün senin mevludun. Bugün senin doğulduğun gündür. Ay evlat. Sen gedenden ne dertler çektiğimi bir Allah'ım bilir, bir de özüm bilirim. Ay evlat. Kızım, Allah'ın çözdüğünde var mı? Hele orada Bahadur kimi qeyrətli, qorxmaz olar. Rusiyada olanda her şeyimiz var. Rahat həyat yaşayırdı. Ama Bahadur'un ağlı fikri gülavlıda Ağdamda qalmışdı. Bakıya qaydanda o mənə həmişə deyirdi ki, ana, mən yerimdə dayana bilmirəm. Mən cəbhəyə getmək istəyirəm. Yadımdadır ana, yadımdadır. Müəllimlər də həmişə onun tərbiyəsindən, zəhmət keçdiyindən danışırdı. O təkcə bizim yox, məktəbinin, Ağdamın da fəxri idi. Gözünü qırpmadan cəbhəyə qalsın qardaş. Mən Bahadur Quliyev, Sezmi oğlu. 1974-cü ildə Ağdamın Cülav kəndində anadan olmuşam. Atamın mənə öyrətdiyi ilk və ən böyük dərs namus dərsi oldu və vətən qeyrəti. Rusiya nə qədər gözəl, nə qədər rahat olsa da, Ağdamın bircə ulus torpağı mənə verməzdi. Mənim üçün yox, rahat mənzillər yox, vətənin ön xəttidir. Ana, bilirəm, gecələr ulduzlara baxıb yolunu gözlərirsən. Bacım Arifəyə yaxşı bax. Onu sənə də Allaha tapşırıram. Şəhidlərin ruhu şad olsun deyə baş qərmətdə düşmana qan uydurur. Biz qələbə çalacaq. Mənim üçün darıxmayın. Mən vətənin keşiyindəyəm. Qardaşım, Bahadur, sen gittin. Bizim yerimiz bütündür. Yüreğimde bir oldu yaptırmışsın. Sen gelinden söndür Bahadur. Arifə, kızım, baltaya bak. Mənə bax, ağlama. Sen şehit bacısısın ana. Sen ağlamaq yaraşmaz. Dik dur. Mən fəxr edirəm ki, Bahadur kimi qeyrətli, mərd, igid bir oğul bəsləmişəm bu döşümdə. Ana, mən məzəmdə rahat uyuyuram. Çünki Ağdam azaddır, Gülavlı azaddır, baş qərbəm azaddır. Sizin o məzlum baxışlarınızın qisasını oldu mənim böyük yoldaşlarım. Kəşfiyyatçı şəhid olar, unudulmaz. Vətən bölünər, parçalanmaz. Ad günün mübarək, Azərbaycan. Dünən bu gənclər Şuşa Dram Teatrında gözəl bir səhnə göstərdilər. Mən onların bütün kollektivinə, müəllimlərinə, Poladağa müəllimə də öz sonsuz təşəkkürümü bildirirəm. Çox sağ olunu deyirəm, minnətlərim sizə.
Və bugün bu tədbirin ərsiyə gəlməsində bizə göstərdiyi dəstəyə görə Səbail rayon icra başçısı Vüqar müəllimə sonsuz minnətdarlığımı bildirirəm və istəyirəm ki, Vətən Müharibəsi qazisi, Səbail rayon müharibə iştirakçılarına və şəhid ailələri ilə işin təşkili sektorunun əməkdaşı Nicat Quliyevə söz verək. Buyurun Nicat müəllim. Hər birinizi Səbail rayon adına salamlayıram. Bugün burada görüşməyimizin məqsəd Vətən uğrunda canından keçmiş şəhidimizin doğrudur. Onların torpağımızın sözlüyü, xalqın azadlıqlardan yaşaması üçün dünyanın ən dəyərli varlığı olan canlarını fəda etdilər. Şəhidlik ən ucuz zirvədir. Şəhidlər bizim qürurumuz, başlanğıcıdır. Hər bir şəhid adı tariximizdə qəhrəmanlıq nümunəsi yazılmışdır. Bizim isə əsas işimiz ondan ibarətdir ki, daima şəhid adını, onların əziz xatirəsini yad edək, tanıdaq və şəhid analarının yanında. Bu müqəddəs gündə şəhidlərimizin əziz xatirəsini dərin hörmət və etibarlarına şəhid analarına sərf edir. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlıq versin. Diqqətli sözü götürək. İstəyirəm ki, bu arada hər birinizə bir daha sonsuz təşəkkürümü bildirim. Çünki hər zaman bizlərin çağrışına səs verirsiniz. Bizlərin yanında olursunuz. Allah bütün şəhidlərimizin məkanın cənnət məqamlarını uca etsin. Mən çıxışların əvvəlində elə istəyirəm ki, məktəbin adını daşıyan qəhrəman Rəfailimizin atası Marif Atıya söz verin. Buyurun. Ben bütün şehitlerden salam veririm. Allah bütün şehitlerimize rahmet eylesin. Ve Allah dolaşıklık olsun, halkımızı korusun, düzenimizi korusun. Torpağımız şahaplı kalmadı. Şimdi kalan şehitlerden olanlar hamısı aldılar, azat bugün. Allah onların yerini değiştirir. Sağ olun. İgid oğulların adı gələndə axan sular belə dayanır. Vətən fəda edən igid qəhrəman oğullarımız hərəsi bir dastan yazdı, hərəsi bir tarix yazdı getdi. O qəhrəman oğulların sırasında Baxşiş valideynlərin dünyaya gətirdiyi igid oğullar Ali Baş Komandanın ətrafında birlik oldular, dəmir yumruq oldular, vətən torpaqlarının azadlığını bizlərə bəxş elədilər. Mən bu tədbiri hazırlayanda ilk öncə hər birimizin tanıdığı dəyərli vətən oğlumuzu Ramin Şirinova müraciət elədim. Ramin müəllim dedi ki, Raciə xanım gözlərim üstə. Mən elə istəyirəm sizin alqışlarınızla Ramin bəyi bura dəvət edin. Buyurun Ramin bəyi. Mən də salamlayıram, mən dəyərli analarım. Bizim üçün fərqi yoxdur. Həməşində ehtimal çıxış edilir ki, mən bütün analların arasında, bütün şəhidlərin arasında, bizim üçün də məkanından, yerindən, harada olmandan asılı olmayaraq şəhid adı varsa, biz hər birimiz oradayıq. Bu bəli, bu olanda mən birinci ürəklə bizim bir Səbail ailəmiz var. Bizim hər zaman yer olanda həqiqətən bizim yanımızda olan bir Səbail ailəsi var. Orada birbaşa Qabil müəlliməcən getdim, dedi ki, soruşmadan, bilmədən demədilər ki, hansı rayondur? Bir lap yaxşı, biz bunu etməyə hazırıq. Mən də özümü öz borç olaraq deyirəm ki, Buğar müəllimə, Qabil müəllimə təşəkkür edirəm. Həqiqətən biz bir daha göstərdik ki, Ağdamın olmasına asılı olmayaraq şəhidin rayonu olmur, şəhidin vətəni olur. Şəhidin vətəni Azərbaycandır. Mən 9 nömrəli məktəbin direktoruna Ezaf xanıma xüsusi təşəkkür edirəm. İndi də özüylə danışdım telefonla, o xəstəliylə əməliyyat olduğuna görə gələ bilmədi. Dönə-dönə dedi, şəhid analarının əllərindən öpürəm, məni bağışlasınlar, bu gün onları görə bilmirəm. İnşallah növbət tədbirlərdə görəcək sizi. Bizim üçün bir daha deyirəm, fərqi yoxdur. Biz
əgər vətən üçün canımızdan keçiriksə, vətən üçün adı gəlirsə, mən istəyərəm ki, bütün məktəblərimizdə bu formada şəhidin anım gününü, doğum günü gözləməsinlər. Hər zaman xatirələri əbədiləşdirsin, hər zaman yada salınırsa, şəhid ailəsinə heç nə lazımdır. Övladının adı gələndə onun üçün ən böyük şərəfdir, onun üçün ən böyük. Nə onu puldan ala bilərsiniz, geriyə qaytara bilər onu. Heç kim onu heç nəylə qaytara bilməz. Şəhid üçün onun adıdır, onun ailəsinin səbri, onun bir daha deyiləm, anım olmasıdır. Mən hər birinizə minnətdarı verirəm, hər birinizə Allahdan şəhid ailələri səbir diləyirəm. Yaxşı ki varsınız, yaxşı ki bizim Səbail ailəsi var. Biz də hər zaman sizin yanınızda olacağıq inşallah. Bu arada mən bizim təşkilatın adından, Respublika Şəhid və Qazilərin Mübarək Təşkilatı adından, Həsən Tahir müəllimin adından bizdə iclas oldu. 9 nömrəli məktəbin direktoru Eza xanımın diqqət və qayğısına görə biz fərqli diplom tərtib olundu və onu təqdim etmək üçün Əskər Əhmədov Əskər Cəhmətovumuza fərqli diplom gətir. Səbaildən bizi 9 nömrəli məktəbin təşkilatçısı Sevinç xanım zəhmət olmasa. Diplomunuzu təqdim edək. Siz inşallah Mahmud Ezan'dan təqdim edərsiniz. Var olasınız. Çox sağ olun. Bir yanlarının hədiyəsi qələmə aldığı kitablardır. Mən də bu kitabı sizə hədiyyə edirəm. Burada yiğit qəhrəman oğullarımızın xatirəsi əks olunur. Allah sizi də bu yolda heç vaxt dayandırmasın. Biz hələ ki başımız qarşı sosial şəbəkəyə, amma zaman gələcək bu kitabları hamımızı axtaracağıq. Çünki biz gözümüzü açıb kitablarla başlamışıq. Bütün qəhrəmanları kitablardan görürdük. O elektron şəbəkələr vaxt gələcək, yanıb dağılacaq, amma bu kitablar dağılmayacaq. Çox sağ olun. Allah bütün yazarlara bunu qismət eləsin. Aramızda olan şəhid ailəmiz, Muradın anası, Kəmali anamızı dəvət edir Murad. Buyurun. Buyurun. Sağ olun, çok teşekkür ederim. Mən elə gəlir ki, sakitçilikdir, heç buna ehtiyac yoxdur. Biraz elə yüksək danışsam, hamı işləyəcək. Əvvəla hamınızı xoş gördük. Əziz qonaqlar, əziz bacılarım, əziz dərd yoldaşlarım. Biz gördük, Allah bundan sonra heç bir anıya, heç bir valideynə, evlad acısı yaşatmasın. Heç bir bacıya o qardaş dərdi verməsin. Və sözüm buradakı məktəblilərədir, əziz uşaqlar. Nə xoş sizin halınızda ki, belə qəhrəman yetişdirən məktəbdə təhsil alırsınız. Belə qəhrəmanlar oxuyan siniflərdə siz də oxuyursunuz və inşallah mən sizin hamınıza uğurlar arzu edirəm. Biz çox tədbirlərdə oluruq. Tədbirlərdə həmişə deyilir, bu sözü indi mən yenə də təkrarlayıram. Şəhidlər vurulanda ölmür, şəhidlər unudulanda ölür. Bayaq Ramin qardaşımız, Ramin oğlum düz dedi. Dedi, şəhid anasına oğlunun adının yaşanmasından başqa bir şey, heç bir təmənnası yoxdur. Sadəcə olaraq oğlunun adı, oğlunun andı və oğlunun yad olunması o üçün böyük bir səbirdir, böyük bir, xoş bir arzudur. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Vətəni oğul qoruyar. Düzdür, bir acıdır, evlad itkisidir. Amma düşünəndə ki, uzun illər bizim torpaqlarımızı, Azərbaycanın torpaqlarını bizim igidlərimiz, ərlərimiz, ərənlərimiz qoruyub, sərkərdələrimiz qoruyub. Və bugün yenə də sübut olundu ki, həqiqətən bizim o oğullarımız yenə də var olacaq. Vətənin bir qarış torpağını bundan sonra mənfur qonşulara verməyəcək və biz buna inanırıq. Və şəhidlərimizin ruhu o vaxt şad olacaq ki, siz gənclər böyüyəcəksiniz və o şəhidlərin aldığı torpaqlara əsl sahib kimi, yəni onların qanı dağılıb o torpaqlarda, onların zəhməti var o torpaqlarda, qazilərimizin itirilmiş əli, əyağı, gözü var o torpaqlarda. O torpaqları göz bəbəyiniz kimi qoruyacaqsınız. Vətən olmasa ana olmaz. Əgər vətənimiz olmasaydı, biz də hansı əsarətdə kimlərinsə əlinin altında qul kimi, qulluqçu kimi olacaqdı. Bugün vətənimiz var, bugün biz azadıq, siz firavan yaşayırsınız. Şükür Allaha, dövlətimizin, ölkələrin bilirsiniz ki, hər yerində
müharibə, nə bilim, təbii fəlakətlər, onların içində ən yaxşı yaşayan bizim dövlətimizdir, bizim millətimizdir. Allah dövlətimizi, millətimizi qorusun və sizin hamınıza can sağlığı arzu edirəm. Bir daha Raziyə xanımıza təşəkkür edirik. Hər dəfə şəhidləri canlandırırsınız, əziyyət çəkirsiniz. Bizim oğullarımız öz əziyyətini millətinə halal edir. Siz də halal edin əziyyətlərinizi. Haqqınızı halal edin. Çox sağ olun, təşəkkür edirəm hamınıza. Siz anaların büyüklüğü, oğulların karşısında bizim istiklerimiz az verər. Sizler bu oğullar haklarını dairemize halal etmeyi için elimizden geleni diyebilirim. Onu da değerli analarımız, değerli kulaklarımız diyebilirim ki ne gözümle bir Qarabağlıyam, Füzuli rayonundan. Genç yaşımda oradan mecburi köçkün oldum. Evimizi, ailemizi, uşaqlığım, gençliğim, arzu hayallarım bu torpaqlarda yandı, kül oldu, bitti. Ama bugün xoşbəxtlər ona göre ki bu torpaqlara büyük qayıdış başlayıb. Bunun için İgid Qəhrəman oğulların ruhunun karşısında her zaman ben ihtiramla, partiyaya ihtiramımı bildirirəm ki, ben o doğma yurduma doğulup boya başlattığım bize sonsuz minnettarlığını bildirirəm. Ve aramızda bugün Ceyhun müəllim olmalıydı, deputatımız görüşleri olduğu için gelebilmedi ama onun nümayəndəsi burada iştirak edir. Ceyhun müəllim sizi dəvət edirəm, buyurun. Hörmətli tədbir iştirakçıları, dəyərli şəhid ailələri, qəhrəman qazilər və bizim gələcəyimizin aydınlığı olan gənclər. Mən hər birinizi ilk növbədə həm millət vəkili Ceyhun Məmmədov adına, həm də öz adından salamlayıram. Şəhidlik uca bir zirvədir. Ora hər insan nəsib olunur. Biz bugün bura Bahadur və onun timsalında neçə iki oğullarımızın qəhrəman şəhidlərimizin əziz xatirəsini yad etmək üçün toplanmışıq. Biz ümumiyyətlə əzəldən döyüşkən millətik. Biz heç nədən qorxmamışıq. Biz imperiyanın belini sındıran bir millətik. 90-cı illərin əvvəllərində bunu sübut etdik. 2020-ci ilin 45 günlük vətən müharibəsində bulunmuş sübutudur. Biz tarix boyu müxtəlif dövlətlərin əsarətində olmuşuq. Ancaq heç zaman milli kimliyimizi itirməmişik. Milli qürurumuzu, milli adət-ənənələrimizi itirməmişik. Bahadur və onun kimi oğulların sayəsində bugün 194 ölkənin içində bizim də ölkəmiz müstəqil bir şəkildə davam edir. Və bu belə də olacaq. Bugün Azərbaycanın hələ ki şimalında bizim müstəqil bir dövlətimiz var. Ancaq gün gələcək, biz hələ də əsarət altında olan torpaqlarımızı işğaldan azad edib, bütöv bir Azərbaycan yaradacaq. Buna əsla şübhəniz olmasın. Mən bir daha şəhid analarını, şəhid atalarını əlindən öpürəm. Öz övladını dualarla cəbhəyə göndərən bütün ata və anaların qarşısında baş əyirəm. Diqqətinizə görə sağ olun. Allah şəhidlərimizə rəhmət eləsin. Çünkü burada qəhrəman oğullarımızın xatirəsi yer alır. Çox sağ olun, təşəkkür edirəm. Ümumiyyətlə, belə tədbirlərin bu cür məkanda keçirilməsini mən dəstəkləyirəm. Yəni görə, çünki bizim gənclər, arxa sırada otururlar, onlar milli ruhda, vətənpərvər ruhda böyürməlidir. Onlar bizim şəhidlərimizi, qazilərimizi, ümumiyyətlə hərbiçilərimizi, ordumuzu, hər bir şey öyrənməlidir. Çünki onlar bizim gələcəyimizdir. Çox sağ olun. Ve bu məktəbin bir məzunu da olub, Nicat Şükürlü. Onun da çok büyük arzuları, hayalları vardı. Bu məktəbin partalarında ne arzular kurmuştu. İstəyirəm ki, Nicat Şükürlü'nün anası Yegane Hanım'ı dəvət eləyir. Yegane Hanım, buyurun.
insanlarımızın sorumluluğunu kazanır. Bugün doğrudan da bizim için burada danışmak çok çətindir. Hem de bu gururludur. Nicatın anası kimi olarak özündən asılı değil. Bu məktəbin qapısından içeri girəndə bu qerbətlə yazılır. Ama bu günləri burada bu insanları görəndə, şəhidlərimizi yad edəndə az da olsa ürəyimizdə bir təsəlli var ki, bizim şəhidlərimiz yaşayır. Bugün Bahadır kimi oğulların mövludları qeyd olunur, onların il dönümləri qeyd olunur. Bunlar bizim üçün hamısı bir təsəllidir. Siz gənclər, siz uşaqlar bunları yaşadırsınız. Sağ olsun məktəb rəhbərliyi bu işi təşkil edən hər bir kəs təşəkkürümüzü bildiririk ki, şəhidlərimiz unudulmur, onlar yad edilir. Bugün şəhidlərimizin ruhu şaddır. Onlar yad olunduqca ruhları da şad olur. Çok sağ olun, hər birinə təşəkkürümü bildirirəm, var olun. Çok sağ olun. Bugün bu mekanda, tədbirimizin keçirildiği mekanda her zaman çəkilişləri Şəhidim TV YouTube kanalının əməkdaşları aparır. Mən onlara da sonsuz təşəkkürümü bildirirəm. Və elə sizdən alqışlarınızla Terminator ləqəbli Cavid'i dəvət edən Cavid, buyur. Çok sağ olun Adem Hanım, teşekkür ederim. Ben ilk önce burada oturan bütün şehitlerin karşısında baş eğirəm. Allah sizleri var eləsin deyirəm. Allah sizlere uzun ömürdən sağlığı versin ki, siz yaşayasınız, şəhidlərimizi yaşadasınız. Və mən Azərbaycan Respublikası şəhid ailələri, əlilləri və müharibə veteranları müdafiəsi ictimai işlər üzrə müavini olaraq və Şəhidim TV-nin baş təşkilçisi redaktoru olaraq, başda Tahir müəllim olmaqla bizim cəmiyyətin sədri, bugün bu gözəl tədbirin ərsəyə gəlməsində Raziyə xanıma yaxından köməklik göstərən 49 sayılı liseyin rəhbərliyinə özlərinin təşəkkürümüzü bildiririk və Raziyə xanıma da təşəkkür edirik ki, çox gözəl belə tədbir təşkil eləmişdir. Mənim bu günlərim bu tədbirdə niyə görə sevindim ki, ilk öncələr Vətən müharibəsindən sonra şəhidlərimizə fərq qoyurdular, qazilərimizə fərq qoyurdular. Amma bizim apardığımız məqsəd, mübarizə o idi ki, şəhidlərimizə, qazilərimizə, döyüşçülərimizə heç bir zaman fərq qoyulmasın. Çünki vətənimiz Azərbaycanın bir adı var, vətənimizin bir adı var, Azərbaycan, şəhidimizin də bir adı var, şəhid. İstər 20 yanvar şəhidləri, istər Qarabağ 1-ci Vətən müharibəsində döyüşən şəhidlərimiz, istər digər ateşkəs dövründə olmuş şəhidlərimizin hamısı Azərbaycanın ərazi və suverenliyi bütövlüyü uğrunda öz canlarından, qanlarından geçdilər. Və bu günlərimdə bizə bura yığışmamızda məqsədimiz Bahadır qardaşımızın cənnətdə dəyişməyən mövlududur. Və mən Bahadır qardaşımızın doğmalarına Allah'tan səbir diləyirəm, Bahadır qardaşımızın mövludunu təbrik edirəm deyirəm. Mən nə arz edərdim ki, 2020-ci ildə Müzəffər Ali Baş Komandanın qaldırdığı dəmir yumruq altında həmrəy olan bir xalq bu qələbəyə, bu zəfərə imza atdısa, həmin həmrəyliyimizi qoruyaq, daim bir olalım. 2020-ci ildə, 2021-ci ildə, 2023-cü ildə olan şəhid tədbirlərində olan insan izdihamlarını bu günlərim görmək olur. Bizi elə eləmək lazımdır ki, şəhidlərimizi heç vaxt unutturmayaq və bu gələcək nəsillər də o şəhidləri heç vaxt unutmasınlar. Yaxşı olardı ki, bizim qəhrəman oğullar, necə ki, Köroğlunun nəbini, nə bilim, digərini, Həzəslanovu haqqında ki, tarixlərdə, kitablarda dərc olunmuşdu onlar haqqında həyatlar, yaxşı olardı ki, bizim şəhidlərimiz haqqında da Azərbaycan dəstəklərində yer ayırlardı. Və bizim bu qəhrəman döyüşçülərimizi, şəhidlərimizin də haqqında gələcək nəsillərimiz bulardı. Mən heç vaxt şəhidlərimizə rəhmət yox, şəhidlərimizə salam olsun deyirəm. Salam olsun şəhidlərimizə. Sağ olun. Yılmaz oğullar, senin
benim döyüş yoldaşlarım, onların hakkında yazdığım bir yazıdır. Teşekkür ederim. Siz sağ olun, siz var olun. Ben bura bir xanımı dəvət etmək istəyirəm. Xanımın həyat yoldaşı Tərki-Cahan qəsəbəsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə uğurlanıb. O xanımı mən təsadüf nəticəsində o qəsəbənin şəhidləri haqqında kitab yazarkən tanış oldum. Mən elə istəyirəm İpək xanımı bura dəvət edim. İpək xanım da bu Səvay rayonu ərazisində yaşayır. Hər zaman qəhrəman oğulların adını uca tutur. Əziz toplantı iştirakçıları, dəyərli qazilərimiz, dəyərli şəhid analarımız, hər birinizi salamlayıram. Bugünkü tədbir, bəli, çox gözəl tədbirdir. Əsasən də belə bir məktəbdə, Rafael Hüseynov adını daşıyan məktəbdə, onun yanında Ayaz Şükürlü Nicat Ayazovlu şəhidlərimiz olan məktəbdə belə bir tədbir, yəni unudulmazdı, yaddan çıxmazdı. Mən təsadüfən Raziyə xanımın özü dediyi kimi, Raziyə xanımla təsadüfən tanış oldum. Məni bir tədbirə dəvət elədi. Orada mənim yoldaşım heç bilmədiyim də özüm xəbərim olmadığı da yoldaşım Məmmədov İsrail haqqında kitabı yazdı. Onun belə bir geniş tədbirini keçirdi. Mən ona ayrıca təşəkkür edirəm. Var olsun. Bizim şəhidlərimiz bayaq deyilən kimi öləndə, vurulanda ölmürlər. Onlar unudulanda ölürlər. Ona görə də biz şəhidlərimizi unutmadığınız, unutturmadığınız üçün sizlərə təşəkkür edirəm. Onları canlandırdınız, onları kitablara, nəşriyyatlara, gələcəyə daşıdığınız üçün sizlərə təşəkkür edirəm. Var olun ki, bizim şəhidlərimizi unutturmursunuz. Çox sağ olun. Minnətdarım, çox sağ olun. Və bu arada bu məktəbin bir məzunu da var. Bizim qəhrəmanımız Həsənov Vüsalın anası Mərifət ananı dəvət edirəm. Mərifət ana, sizi dəvət edirəm. İştirakçıları salamlayıram. Hər birinizi xoş gördük. Allah bütün şəhidlərimizin, kanlarının cənnət ruhlarını şad eləsin. Çox xoş oldu. Çox xoş olur bizə ki, hər bir şəhidin adına bu cür tədbirlər keçirilir. Çünki hər şəhid adı gələndə biz analar çox kövrəliyik. Ancaq balalarımızın adları çəkiləndə, şəhidlərimizi xatırlayanda hamımız kövrəlsək də bizim üçün çox xoş olur. Çünki biz bunlardan, bu cür tədbirlərdən təsəlli alırıq, ucalırıq ki, bizim balalar unudulmur. Analar hamısı dedi, həqiqətən elədi. Şəhid balaların şəhidlər vurulanda ölmür. Yaddan çıxanda ölür. O düzsüzdür. Kim ki bu qədər şəhidləri yad edir, hər bir vaxt həm şəhid anaları duacıdır, xoşdur, həm də şəhidlərin ruhu şad olur. Məncə, bütün məktəblərdə belə tədbirlər keçirilsə, hər bir şəhid haqqında həm anaya xoş olar, həm şəhiddə ruhu şad olar. Çox sağ olun, Allah razı olsun. Allah sizdən razı olsun. Teşekkür ederim. Minnətdarım ana. Bugün tədbirimizə iştirak etmək üçün elə Bahadur Quliyevin doğulub boya başına çatdığı Ağdam rayonu icra nümayəndəsi, icra hakimiyyətinin nümayəndəsi iştirak edir. Eldar müəllimi dəvət edək. Buyurun Eldar müəllimi.
Çok sağ olun, minnettarım. Ben de bütün tedbir iştirakçılarına, Ağdam İcra Hakimiyyətin başçıca Vahid Fəsənovun salamlarını yetirirəm. Tədbirdə iştirak edən hər bir sakinlərimizə, vətəndaşlara öz minnətdarımı bildirirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Tədbirimizi, qazilərimizə can sağlığı, bu tədbiri zəhmət çəkir. Səbaha öncə hakimiyyətin başçı olmaq şərti ilə tədbiri təşkil edən aparıcı xanımıza da öz minnətdarımı bildirirəm. Siz həmişə daimi olaraq sizi belə bir günlərdə iştirakınızı görürük, zəhmət çəkirsiniz. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Şükür bugünkü günə ki, şəhidlərimiz həqiqətən unutulmazdır. Şəhidlərimiz əbədi yaşayacaq. Qəlbimizdə nə qədər Azərbaycan var, şəhidlərimiz həmişə öndə, qəlbimizdə yaşayacaq. Bir daha Allah şəhidlərimizə rəhmət eləsin, sizləri var eləsin ki, belə gözəl təşəbbüslə iştirak edirsiniz. Sağ olun, hər birinizə minnətdarım. Hediye edirəm. Bax, bu kitabdakı olan oğulda evin yeganə evladı olan Emin İsmailovun xatirəsinə həsr olunubdur mənim bu kitabım. Onu sizə hediye edirəm. Çox sağ olun, minnətdarım. Hər zaman şəhid ailələrinin yanında olub, onlara öz mənəvi dəstəyini verən və şəhid tədbirlərinin təşkilatçı aparıcılığı edən Arzu xanım Əliyeva aramızdadır. Mən Arzu xanımı da istəyirəm elə ki, dəvət edib, o da öz bilək sözlərini çatdırsın. Buyurun Arzu xanım. Çox sağ olun Raziyə xanım. Qoy mən bir danışım. Xoş gördük hər birinizi, hörmətli qonaqlar. Çox dəyərli şəhid ailələrimiz, şəhid analarımız, atalarımız, bacı qardaşlarımız və evlatlarımız. Hər birinizə bəllidir ki, ta ki 90-cı ildən bəri şəhidlərimizin hər birini yaşayıb yaşatmaq bizim vicdan və vəzifə borcumuzdur. Bugün sözüm burada əyləşən məktəbliləri olacaq. Əziz məktəblilər, hər şey məktəbdən başlayır. Vətənpərvərlik, ana vətən sevgisi, bayraq sevgisi və Azərbaycanın ləyaqətli vətəndaşı olmaq. Mənim də parta yoldaşım 93-cü ildə Ağdam rayonunun Şelli kəndində şəhid olub. 11 il bir parta arxasında əyləşmişəm. Və bugün mənim vətənpərvər olmağımın ilk səbəbi 20 yanvar şəhidlərinin şahidi olmaqdır və Əliyev Elşad Hacıbabaoğlu'nun şəhid olmağıdır. Mən sizə nə demək istəyirəm? Bugün sizin oxuduğunuz məktəb bir neçə şəhidi ilə məşhurdur və şəhid adını daşıyır. Sizin gələcəkdə bu şəhidlər kimi ləyaqətli, vətənpərvər, şəxsiyyətli oğlan qız olmağınızı arzu edirəm Tanrıdan. Siz bugün şəhid adını daşıyan məktəbin məzunları olacaqsınız. Və soruşanda ki, hansı məktəbi bitirmişsən, fəxrlə, fəxarətlə şəhid adını çəkəcəksiniz. Bax, ona xüsusi diqqət verməyinizi sizdən xahiş edirəm. İnsan yaşa dolanda belə, ondan soruşanda ki, hansı məktəbin məzunusan, neçə yaşı olursa olsun, həmən oxuduğu məktəbin adını, nömrəsini çəkir. Əziz məktəblilər, mən sizə gələcək işlərinizdə uğurlar arzu edirəm. Təhsilinizi müvəffəqiyyətlə başa vurasınız. Hər biriniz ali məktəblərin qapısını döyəsiniz. İnşallah ki, əskərlik vaxtında da öz vətənimizi qoruyasınız. Bizim bəzi şəhidlərimiz Rus ordusu xidmətçiləri olur. Amma onlar ordunu yarım boyu gəlib vətənlərini xilas etməyə. Siz isə müstəqil Azərbaycanın əskərləri olacaqsınız. Bax, bunun özü böyük bir fəxrdir, fəxarətdir, şərəfdir.
Biz bugün müstəqil Azərbaycanın vətəndaşlarıyıq. Bunun özü sizin üçün böyük bir önəmdir. Əziz gənclər, yetişən məktəblilər, hər birinizə siz gələcəkdə Azərbaycanın uzun illər yaşamasının səbəblərləri olacaqsınız. Bu xalq sizinlə ayaqda olacaq. Bizdən sonra gələn nəsillər Bahadur kimi qəhrəman olduları, Vüqar kimi, Eşraf kimi, çox şəhidlərimiz kimi qəhrəmanların sizin uğrunuzda, bizim uğrunuzda canlarını fəda edən o qəhrəmanların yaşadığı torpaqlarda yaşayacaqsınız. Və heç zaman unutmayın ki, o oğullar bizlərin, sizlərin uğrunda canını fəda etdilər. Körpə balalarına ağlar qoydular, analarını gözü yaşlı qoydular. Özlərindən sonra evlatları dünyaya gəldi. Amma Azərbaycan xalqı müstəqil, azad, suveren Qarabağla yaşasınlar deyə. Mən alqış istəyirəm o qəhrəmanlara ki, mən sizlərə uğurlar arzu edirəm. O gün olsun ki, bugün bizim dövrümüzün son zəngidir Əziz xanım. 25 may məktəbi bitirmişik. Amma bugün sizə görə biraz zaman uzanır. Bugün əlamətlər bir gün olub Sovet dövründə. Biz o əlamətlər günün evlatlarıyıq. 25 may bizim məzun günümüz olub. Mən sizlərə uğurlar arzu edirəm. İmtahan verən bütün tələbələrə uğurlar arzu edirəm. Onu da vurğulayım ki, Raziyə xanım, 2 gün bundan öncə mən Ağdam rayonundan olan bir polis şəhidimizin anasının nəşi götürüldü, rəhmətə getdi, orada da iştirak etdim. Əziz analar, mən sizə uzun ömür can sağlığı arzu edirəm buradan. Sizlər yaşayın ki, evlatlarınızı yaşayıb yaşadaq, bərabər bir yerdə çıxdığımız bu yolda Raziyə xanım, Leyla xanım, bizim kimi xanımlar arxa cəbhədə sizlər üçün xidmət edir. Sizlər yaşayın ki, Florana, biz də yaşaya bilər, biz sizinlə fəxr edirik, biz sizinlə yaşayırıq. Şəhidlərimizin hər biri bizim üçün əziz və dəyərlidir. Bunu heç zaman unutmayın. Raziyə xanım, sizə təşəkkür edirəm. Var olun ki, çıxdığımız yol haqq yoludur. Bu yolda hər birimizə Tanrıdan güc qüvvət arzu edirəm. Ağır beyindayıq. Xanımımıza da təşəkkür edirəm ki, hər zaman təmənnasız şəhid ailələrinin yanındadır. Nə qədər ki, vətənpərvər oğul və qızlarımız var, hər biri bizim üçün dəyərlidir. Bu dəyərə siz də layiqsiniz. Tanrı siz olsun, qələminiz iti olsun. Şəhidlərimiz barəsində kitablar yazırsınız, jurnallar çıxartdırırsınız və bu sizin vətənə olan sevginiz, Qarabağlı olduğunuz üçün deyil, bir vicdan borcu olduğunuz üçün. Tanrı siz olsun. Çox sağ olun, minnətdarım. Təşəkkür ederim. Sizlərin icazəsiyle yəni analarımız, hər birimiz hər zaman çalışdıq ki, sizlərin könlünə biz məlhəm ola bilməsək belə, az da olsa yanımızda olaq, könlünüzü nəylənsə oxşaya bilək. İstəyirəm ki, elə bu arada mən Leyla ananı dəvət edeyim bura. Leyla ananın oğlu İlqar Əhmədov, təşkilatçı. 2000-ci ildə verilmiş tapşırığı yerinə getirərkən şəhidlik zirvəsinə uçalım. Mən bunları Leyla ananın əvəzindən ona görə deyirəm ki, Leyla ananın ikinci övladı da 25 yaşında 5 il bilən vətənpərvər bir oğulda dünyasını dəyişib. Bugün anamız bu həyatda, həyat yoldaşı ilə, öz dərsləri ilə baş-başa qalır. Amma ona baxmayaraq çalışır ki, hər zaman ayaqda olsun, bizlərin yanında olsun. Allah Leylanıya güc qüvvət versin, səbir versin. Çox sağ olun, Raziyə xanım, sizə öz təşəkkürümü bildirirəm. Nə yaxşı kimi sizin kimi vətənpərvər, şəhid edən bacılar var, xanımlar var ki, bugün bizim şəhidlərimizi hər yerdə tanıdırsınız. Məhz buna görə sizə öz təşəkkürümü bildirirəm. Allah razı olsun, Allah verdiyi ömrü sağlam ömrü yaşayasınız. Mən ilk öncə məktəbin kollektivinə başda direktor olmaqla öz təşəkkürümü bildirirəm ki, bugün öz kollektivi ilə bərabər, öz şagirdlərlə bərabər bugün şəhidimizin tədbirində iştirak edirlər.
Allah Bahadur balamız başta olmaqla bütün şəhidlərimizin məkanını cənnət eləsin, nur mələklərə yoldaş olsunlar. Burada bir at çəkməyin heç bir mənası yoxdur. İkinci təşəkkürüm mənim yazar qələminədir. Ona görə ki, yazarlar öz şeirləri ilə, öz kitabları ilə, öz əsərləri ilə, Raziyə xanım siz başda olmaqla şəhidlərimizi əbədi yaşadırsınız. Biz bir gün varıq, sabah yoxuq. Amma bizim şəhidlərimizə yazılan şeirlər, yazılan hekayələr, əsərlər, onlar əbədi yaşayacaqlar. Məhz buna görə də yazar qələminə təşəkkür edirəm. Çox sağ olun, var olun. Gözəl bacıma təşəkkür edirəm ki, həmişə də o da bütün tədbirlərdə təmənnasız şəhidlərimizi videolarını çəkir, kinolarını çəkir, o hər yerdə paylaşır, yazır. Təşəkkür edirəm. Allah özünə və əzizlərinə sağlam ömür versin. Çox sağ olun, var olun, bir daha təşəkkür edirəm. Çox sağ olun, Mevlana. Mən istəyirəm ki, Bahadurun döyüş yoldaşlarından burada varsa, buyursun bir-iki kəlmədə o qəhrəman oğul haqqında fikirlərini bildirsinlər. Buyurun. Xalası oğlu da döyüşün, elə Bahadurun qisasını alıb, onu da dəvət edirəm. Hörmətli məclis iştirakçıları, əvvəla hamımıza dərin minnətdarlığımı bildirəm ki, bugün şəhid qardaşımız Bahadurun anadan olduğu günü qeyd etmək üçün əziyyət çəkib bura gəlmişsiniz. Və birinci bizim bu oyunumuzun borcudur bura gəlmək. İkinci, Bahadur kimi qardaşlarımızı, şəhid qardaşlarımızı yad eləmək üçün hamımızın borcumuzdur. Onları qəlbimizdə yaşatmaq, tarixə köçürmək, gələcək nəsillərə çatdırmaq. Bugünkü iştirakçılarımızın hamımızın adımızın əziyyətlə çoxluğuna keçən səfərdə Bahadur qardaşımızın şəhid olduğu günü, anım günündə tədbirdə də təşkil eləmişdir. Allah hamımızın köməyiniz olsun. Bahadurla bizim döyüş yolumuz biri olmuşdur. Yaşımız da elə eynidir. Bizim vətən üçün olan borcumuzda necə dərlər, əlimizdən gələni etdik, Bahadur qardaşımız şəhid oldu. Vətən borcumuzdur, boynumuzun borcudur. Ağırlı adını günlərimiz bir olur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Məkanları cənnət eləsin. Bütün şəhid analarının, ailələrinin hamısının əllərindən ötürəm. Onlara can sağlığı arzu edirəm. Var olun, çox sağ olun, təşəkkür edirəm. İlk öncə şəhid analarının əlindən ötürəm. Analarımız bizim başlasımızdır. Bu məktəbdə bunu təşkil edən hər kəsə öz minnətdarlığımı bildirirəm. Körpə balalarımız da səhnəcik qurmuşdu. Həqiqətən təsirli və gözəldir. Ona görə əziyyət olan hər kəsə minnətdarlığımı bildirirəm. Deməli, sizə bir başlanmışdan danışım. Bu müharibə ilk olaraq 90-cı ildə deyərdim ki, bizim Gülahlı məktəbində baş verdi. Nədən? 20 yanvar hadisəsi oldu. 20 yanvar hadisəsi olan zaman bizim kənddən də Yanvar adlı bir vətən oğlu şəhid oldu, həmən şəhidlərin içində. Həmən gün yarın ki, bizim burada müəllimlərimiz də əyləşdi, xatirələrindədir. Biz həmən gün Sovet hökumətinin bizə etdiyi zülmə qarşı məktəbdə bir etiraz qaldırdıq. Yəqin ki, Tofiq müəllimi, Gülyaz müəllimin yadındadır. Bütün Sovet hökumətinə aid olan şəkilləri, ondan sonra nə bilim, bütün nə varsa hamısını cırdıq, atdıq. O heç vaxt xatirimdən çıxmaz. Həmən gündən də bizim əziyyətlərimiz başladı. Erməni ilə birləşib bizə zülm olundu. Bu zülm xeyli davam elədi. Bizim demək olar ki, bax, indi burada əyləşən bu körpə uşaqlar kimi mən də uşaqdım. Mən də 7-ci sinifdə oxuyordum hələ. Demək ki,
ay gələcək nəsilimiz. Sizi görəndə çox qürur duyuruq. Çünki sizlər üçün gözəl bir vətən qurmuşuq. Bizim o dövrümüzdə hökumət dağıldı, heç bir devlər, heç kəs bizim yanımızda durmadı. Biz ətdən çəpər çəkdik. Rəhmətlik Bahadur kimi, ondan sonra Müşfiq kimi, rəhmətlik Xan kimi, özün kişi sayan hər kəs özün atdı düşmənin qarşısına. Həqiqətən çox çarəsiz bir durumda elə bir əziyyətlərdən keçdik ki, indi Yasən qardaşım danışdı, elə Yasənin də xatirinə salın, biz Ağdam alınmamış, rayon özü alınmamış. Nisbətən vəziyyətimiz yaxşıdır, niyə? Yuyuna bilirdik ondan sonra, nə bilim, bəzi vəziyyətlərdə, yəni özümüzü ailəmizin yanında bir günlük, 2 günlük də olsun görə bilirdik. Ağdam alınandan sonra bizim ümumi vəziyyətimiz çox çətinləşdi. Təsəvvür edin, 6 aylarla biz yuyunmadıq. Bax, and olsun Allaha, bax, indiki bu şəhid Bahadur qardaşımızla 12 nəfər bir adyalın altında yanvar ayının 8-də yatmışıq. Yanvar ayının 8-də adyalda torpağın üstündə təsəvvür edin, heç bir şərait yox. Ondan sonra nə bilim, yəni çox əzab çəkildi. Bu Bahadur 2 qardaşı ilə gəlmişdi. Yəni şəxsən mənlə 2 qardaşlı döyüşdü. Demək, Qiyamadında postlaydı, bir səngərin içində yatmaq üçün yer düzəltdik. Bax, bu Yasən qardaşımız da yanımızdaydı, yəni canlı şahidlərindən verildi. O, çox yorğunçuluq idi, vəziyyətin ən ağır vaxtları idi. Səngərin için üstün başını örtdük ki, qalaq içində gecə saat 3 saat olardı. Bir də gördüm, yoldaşlardan bir dənəsi çığırır ki, qaçın gəldi. Hamı da səs-səkəli yapıqdı. Ay, nə gəldi, kim gəldi? Heç demənə bu yazıq uzanıb qapının ağzında. Su gəlib, bu qardaşımızın üstün basıbdır, arxın içində uzanmışdı. Su gəlib basıb, bu da yəni həyəcanla durdu ki, su basır da buram, durun qaçın. Durduq, nətər gülüşdüksə, indi vəziyyətin ağır olduğu vaxt olsa da. Amma yəni dediyim odur ki, bu vətəni əzabla, əziyyətinə, nə bilim, canımızı verə-verə, Bahadur kimi, Pələk kimi oğlanları verə-verə qorumuşuq. Allah Teala sizin kimi körpələri balalar heç vaxt pis gün göstərməsin. Allah Teala biz səhvliklərimizi sizlərə çəkdirməsin. Çünki şükür Allaha bugün belə müzəffər ordumuz var, ali başkomandımız var. O vaxtda heç bir şey yox idi. Biz öz gücümüzə, o zamanlarda Yasənin də xatirində olar. Yəni yanımda Yasən olub deyən onun adını çəkirəm. Biz axır vaxtlarda öz döyüş yoldaşlarımızdan artıya əskərlər qoyduq, özdə pulamyot silahı verdik ki, əgər mən qaçaramsa məni vur. Yəni biz bu vətəni belə qorumuşuq. Allah Teala sizlərə bu günləri göstərməsin. Necə ki, azad bir vətənə sahib olmuşsunuz, inşallah ki, bu daimi və əbədi olacaqdır. Var olun, şəhid anaları, sizlərin qarşısında baş əyirik. Yəni sizdən öncə, yəni mən sizə bir nəzərimdə olanda çatdırım ki, o şəhidin hər biri bizim qardaşımız olubdur. Yəni elə bilməyin ki, sizdən öncə onu biz görmüşük, biz pis olmuşuq. Onun hər birini qucaqlayıb, yəni şəxsən mən özüm, qucaqlayıb onun yerinə kaş ki mən ölərdim deyib ağlamışıq, sinəmə basıb. Yəni bunu unutmayın. Yəni şəhid anaları, sizdən öncə üzr istəyirəm, amma sizdən çox da biz yanmışıq. Döyüş yoldaşı belə bir hisdir ki, heç kim yanında olmur, yalnız ona arxalanırsan. Allah Teala o günləri heç bir evladımıza qismət eləməsin. Ağır olsa da şükür olsun bu günə. Sonra ermənisiz bir vətən qura bildik. İnşallah ki bu əbədidir. Var olasınız hər biri. Bahadur'un ailesi adından bu kitabımız yeni çıktı. Benim yeni kitabımdır. Biz bunun təqdimatını dünən etmişik. Burada Bahadur hakkında da ailesinin söylediği hadireler var. Ben bunu Bahadur'un ailesi adından, anası adından, bacısı adından size təqdim edirəm. O biri döyüş yoldaşımız getdi. Bu ise deməli iki oğlun avcısı kitabıdır. O İlqar Əhmədov və onun qardaşı Zülqara həsr olmuş kitabdır. Onu da o yoldaşa hədiyyə edirəm. Buyurun, çok sağ olun. İndi isə istəyirəm ki, məktəbliləri dəvət edeyim.
məktəblilərin şeirləri var, buyursun. Bahadır, bugün ad günündür. Tədbirə gəl, hər bir kəs. Səni sevir bu böyük millətlə, adın dillərdə olub bu dastan. Cənnətdədir indi sənin mövludun, nurla dolu, müqəddəs yurdun. Qəhrəman adınla ucaltdın vətəni, mübarək olsun mövludun sənin. Düşmənləri məhv etdin igidcə. Adın yazıldı tarixə əbədi. Zəfər bayrağını ucaltdın daim. Sən oldun yurda şan, şöhrət, qeyrət. Hər kəs səni səslər Bahadır. Səndən danışacaq hər bir zaman. Cənnətdə mövludun mübarək olsun. Yaşa qəlblərdə sən, igid Bahadır. Bahadır qəhrəman igid oldu. Vətən üçün ölmə getdi yolu. Canından da artıq sevdiyi olur. Canından da artıq sevdi vətəni. Bayrağını ucaltdı, şanlı oldu. Qorxmadan irəlilədi və döyüşə qırıldı. Qorxmadan irəlilədi, döyüşə doğru Bu məktəblilərə kitabları da hədiyyə edin. Çox sağ olun, var olun, kitablar. Bana bakın. Buna baxın. Kitabı düz tutun. Mənim istəyirəm ki, bir qonağımız da var. Onu da dəvət edək, sonra tədbirimizi yekunlaşdırır. Qonağımız Salyan rayonundan gəlibdir. Məhz bu tədbirdə iştirak eləmək üçün, şəhid ailələrinə mənəvi dəstəyini göstərmək üçün. Buyur Süleyman, buyur gəl. Vaxtımız azdır, qısa bir kəlmə sizə düz ürək sözünüzü deyin. Hər birinizi salamlayıram. Başda şəhid analarımız, şəhid ailələrimiz, şəhid valideynləri olmaqla hər birinizi salamlayıram. Hər bir şəhid valideynləri qarşısında, şəhid ailələri qarşısında baş əyirəm. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci ildən bəri bugünkü günə kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qanı ilə tarix yazmış bütün şəhid məzarları qarşısında baş əyirəm. Şəhid ailələrine can sağlığı, uzun ömür arzulayıram və Allahdan səbir diləyirəm. Və Azərbaycan Respublikası şəhid ailələrinin, əhlilərinin, müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin səlahiyyətli nümayəndəsi olaraq Polkovnik Tahir Məmmədovun salamlarını şəhid ailələrinə çatdırıram və hörmətli Raziyə xanım, sizə də öz təşəkkürümü bildirirəm ki, 2020-ci ildən bugünkü günə kimi şəhid ailələrinin mənəvi dəstək göstərdiniz, şəhid ailələrinin, hər bir şəhid valideynin, şəhid atasının, şəhid analarının yanındasınız, öz mənəvi dəstəyinizi göstərirsiniz və 49 saylı məktəbin direktoru rəhbərliyinə də öz minnətdarlığımı bildirirəm. Təşəkkür edirəm ki, bu cür şəhidlərimizin tədbirlərini keçirirsiniz, söz minnətdarlığını bildirirəm. Şəhidimiz Bahadır Quliyevin də məzarı qarşısında baş əyirəm, şəhidimizin ailələri qarşısında, bacısı, anamız qarşısında baş əyirəm. Allah hamımıza can sağlığı versin, qazilərinizi qorusun, ordumuzu qorusun və Azərbaycan Respublikasının Ali Baş Komandanı Cənab İlham Əliyev və onun birinci xanımı başda olmaqla Allah onları qorusun, onların da öz, yəni Mehriban xanımının da şəhid ailələrinə göstərdiyi bu dəstəklə minnətdarlığımı vətəndaş olaraq mənə dəstəkləyəydim. Allah hamımıza can sağlığı versin, Allah şəhid ailələrimizi qorusun. Şəhid analarına qarşısına baxmayın. Allah sizə can sağlığı versin, şu Allah'tan səbr alın. Var olun. Çox sağ olun, təşəkkür edirəm, minnətdarım, var olasam. Və istəyirəm ki, məktəbin tədbirlərin təşkilatçısı olan Sevinç xanımı dəvət edim. Sevinç xanımın da sizlərə öz ürək sözü var. Sonluqda isə şəhidin ailə üzvləri danışacaq. Bu arada bunu da qeyd edim ki, mən uzun müddət Səbail rayon ərazisində 33 saylı şəhər poliklinikasında işləmişəm, çalışmışam. Deməli, poliklinikanın burada kollektivi, həkim kollektivi işçiləri iştirak edir, hər birinə sonsuz minnətdarım. Salam, hörmətli tədbir iştirakçıları. Bugün biz vətənimizin igid oğlu, qəhrəman kəşfiyyatçı, şəhid Bahadır Sehrimanoğlu Quliyevin əziz xatirəsini yad etmək üçün toplaşmışıq. 49 nömrəli İntellekt Məktəb Liseyi adından belə bir tədbirə
ev sahibliği etdiyimiz üçün fəxr edirik, qürur duyuruq. O, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canında keçərək şəhidlik zirvəsinə ucalır. Şəhidlər bizim qürurumuzdur, baş tacımızdır. Bahadur kimi igid oğulların göstərdiyi şücaət sayəsində bu gün Azərbaycan bayrağı torpaqlarımızda qürurla dalğalanır. Onların vətən sevgisi, cəsarəti, qəhrəmanlıq salnaməsidir. Bahadur Quliyev yalnız ailəsinin deyil, bütün Azərbaycan xalqının oğludur. Onun adı daim hörmətlə çəkiləcək və xatirəsi yaşadılacaqdır. Bu əlamətlər gündə şəhidimizin valideynlərinə və yaxınlarına dərin ehtiramımızı bildiririk. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Çok sağ olun. Siz bu tədbirlərin təşkilatçısı olduğunuz üçün mən sizə bir neçə kitab hədiyyə edirəm məktəbin kitabxanasına və burada gördüyünüz o tablonu da məktəbimizin muzeyinə hədiyyə edirəm. Qəhrəman oğullarımızın xatirəsinə həsr olmuş tablodur. İgid oğullarının xatirəsi hər zaman bizim qəlbimizdədir. Elə bu vətənpərvər məktəblilər də yəqin ki, bu kitabları oxuyaraq bəhrələnəcəklər. Təşəkkür edirəm sizə. Və sonra istəyirəm ki, şəhidimiz Bahadur Quliyevin ailə üzvlərini dəvət edim. Bacısı, dayısı, xalası oğlu buradadır. Hər üçünü birlikdə dəvət edirəm. Və Səbai rayonunun icra başçısı başda olmaqla bütün kollektivinə sonsuz minnətdarlığımı bildirirəm ki, bizə belə şəraiti yaradıblar. Ayşə xanım, siz də buyurun, zəhmət olmasın. İlk növbədə bütün şəhidlərin adından, öz adımızdan, Bahadur sevərlərin adından sizlərə təşəkkür edirik. Belə məclisləri yaratmaq, şəhidləri yaddan çıxartmamaq hər bir vətəndaşın borcudur, hər birimizin borcudur. Biz ailəmizin adından, bütün şəhidlərin ailələrinin adından sizə təşəkkür edirik. Çox sağ olun, minnətlərəm. Qonaqlarımızın hər birini salamlayıram. Başda icra nümayəndəsi, Səbai rayon icra nümayəndələrini və Ağdam rayon icra nümayəndəsini öz təşkilərin təşəkkürümü bildirirəm. Və 49 sayılı Olsa məktəbin müəllim və direktor heyətinə öz dərin təşəkkürümü bildirirəm ki, bizə bu şəraiti yaratdı. Və burada iştirak edən bütün şəhid analarımızın əllərindən öpürəm. Qarşılarında baş əyirəm hər birinin. Bir bacı olaraq bunu özümə borc bilirəm. Burada oturan hər bir şəhid anaları anamdır. Və bugün məni tək qoymadığınız üçün sizə çox minnətdarım. Əllərinizdən öpürəm, qarşınızda baş əyirəm, qəhrəman analarım. Və Raziyyət xanım, sizə özləri təşəkkürümü bildirirəm. Tədbirimiz çox gözəl alındı, çox təsirli alındı və davamlı olsun belə tədbirlərimiz, şəhidlərimiz unudulmasın. Və burada Tofiq müəllim var, Bahadur müəllimi, Gülaz müəllimə var. Onlara da bir söz versəniz çox. Buyurun müəllimlər, buyurun. Bahadur'un müəllimləri. Önce məktəbdən, sonra ailədə başlayır. Biz sizə minnətdarıq ki, bizə məktəbdə qələm tutmağı, yazmağı, oxumağı, vətəni sevməyi öyrətmişsiniz. Mən bütün müəllimlərimin, mənim tədbirlərimin bir çoxlarına mənim sinif rəhbərim, Tüzale müəlliməyə buradan sevgilərimi, salamlarımı göndərirəm. Mənim bəzi tədbirlərimlə gəlir, iştirak edir, mənə mənəvi dəstək olur hər zaman. Buyurun. Tədbir iştirakçıları, hər birinizi salamlayıram. Hər birinizə Allahdan səbir edirəm və Bahadur haqqında danışmaq mənim üçün çox çətindir. Həm çox qürurludur. Yəni bugün mən elə bir söz tapmıram ki, onun qarşısında deyim o sözü. Çünki Bahadur hər şeyə layiqdir. Onun haqqında, ümumiyyətlə şəhidlərimiz haqqında söz demək biraz çətindir. Onlar öz ölümü ilə özləri o hörməti qazandılar, öz ölümləri ilə şəhid zirvələrinə ucalmaqla demək olar ki, özləri sübut etdilər. Bugün Arifə xanıma çox
minnətdaram bizi bura dəvət etdiyinə görə. Yəni, bu bizim onlar haqqında söz demək borcumuzdur. Və bugün mən bayaqdan deyim, İlkaş Erol dedi ki, Bahadırın yoldaşlarına söz verirəm. Çox sağ olun ki, Elşənə söz verdiniz. Çünki onlar canlı şahidləridirlər, Yazər də eyni zamanda. Və bizdən daha çox onlar görürlər Bahadırı. Bahadır haqqında söz deməyə onlar mənə haqqı çatır. Və onlar Elşənin özünün dediyi kimi çox çətin yol keçiblər, sınaq yol keçiblər. Elşən, sizlərə də çox minnətdarım. Bugünkü günü bizə yaşatdığınız üçün bütün qazilərimizə, şəhidlərimizə çox minnətdarım. Əgər bugün biz o torpaqlarımıza gedə biliriksə, düzdür, ev eşiyimiz olmasa da, o torpaqlara gedə biliriksə, bu bizim üçün çox fəxirdir. Bu bizim şəhidlərin qəhrəmanıdır və onların qarşısında həmişə baş əyirik. O cümlədən şəhid araları sizin qarşınızda baş əyirik. Şəhidlərimiz heç bir zaman unudulmayacaq. Bu sözü biz heç demək istəmirəm o sözü, çünki onlar doğrudan unudulmayacaq. Yəni, o elə bir ispat olunmuş sözdür ki, onu demək geçir, mən elə gəlir ki, lazım deyil, onları unutmuram. Ona görə də mən məktəb rəhbərliyinə çox təşəkkür edirəm ki, belə bir tədbir təşkil etmişsiniz, şəhidlərinizi həmçə yad etmişsiniz, var olun, çox sağ olun. Mən də hamınızı salamlayıram. Allah mənə o xoşbəxtliyi nəsib edib ki, mən Bahadıra da, Müşfiqə də, Bəhrəmə də, Araza da və bir neçə şəhidlərim dərs demişəm, onların müəllimi olmuşam. Onlar bir deyim var, tarixdən 2 alan uşaqlar, gün o tarixi yazan uşaqlardır. Bahadır, Müşfiq və digərlər də həmin o tarixi yazan evlatlarımızdan. Azərbaycanın ən yeni tarixində Müşfiqin, Bahadırın səhifələri var. Orada o tarixi yazan olanı və digərlər, adını çəkməyəcək digər şəhidlərimiz. Allah'tan arz edirəm ki, Allah bir də analarımıza şəhid sözü qismət eləməsin. Onların evlatları əmək sahəsində, ixtira sahəsində qəhrəman olsunlar. 20-ci ildən başlamış asayiş dövrü daima davam eləsin. Allah Arifə kimi bacıları, qardaşı, xoş günləri və digər şəhid bacılarımızı xoş günlərin qismət eləsin. Bütün şəhid analarının qarşısında baş əyirəm, onların əlindən öpürəm. Fəxrəmdə xanımın qarşısında baş əyirəm, sənin qarşısında sən elə bir evlad yetirdə, elə bir qardaşlıqlar. Allah o dünyasını versin, şəhidlər cənnət qoyurlar, onları ömürlər, daimizin gəldiyimizdə bir daha Allah'tan sizə səbir, Allah bir də bizə şəhidlik, müharibə qismət edilməsin. Çok sağ olun, var olun. Anaların belki bir sözü varsa ben mikrofonu yakınlaştırıp size tedbirimizi yakınlaştırırım. Oraya hanımızın böyle güzel bir tedbir keçirdi. Bahadır oğlumu yine de gəzirlədik. Allah bu məktəbin kollektivinə mən öz minnətlərimi bildirirəm ki, bu qapını sizlərin üzərinə açıb, biz də gəlmişik burada, bu gözəl tədbirdə iştirak eləmişik. Allah bütün şəhidlərimizin məqamını, ruhunu şad eləsin. Allah sizlərə də can sağlığı. Teşekkür ederim. Ben de burada hepsini salamlayıram. Allah razı olsun. Məktəb rəhbərimə təşəkkür edirəm. Raziyə xanım sizə təşəkkür edirəm. Bahadırın doğum günüdür. Cənnətəki doğum günü mübarək olsun. Cəmi şəhidlərini olmuşlar və qəblarından olsun. Çox sağ olun, təşəkkür edirəm. Hepinizi salamlayıram. Çox sağ olun. Bugün Bahadır olmuşsun. Şəhidlərini cənnətəki görmüşsün. Mübarək olsun. Cəmi şəhidlərini məşəqətlərini Sağ ol Raziyə xanım, sənə təşəkkür edirəm. Bizim şəhidlərimizi canlandırdınız, yad elədiniz, mövludlarını keçdiniz. Sənə ayrıca təşəkkür edirəm. Sağ ol. Çok sağ olun, var olun. Hepinize sonsuz teşekkürümü bildiririm. Var olun. Ne yaxşı ki sizler varsınız, bugün bizleri tek koymuşsunuz. Var olsun kanlı müzeffer Azerbaycan ordusu, var olsun devletiniz, devletçiliğiniz, yaşasın Azerbaycan, eşk olsun zafer şehitlerine.
Teymur sizi dəvət edirəm. 92-ci şəhidimiz Muradın qardaşıdır, tədbirimizdə iştirak edir. Mən ona da təşəkkür edirəm ki, qardaşımın adını hər zaman uca tutur. Var olun, sağ olun, minnətdaram hər birinizə.